2 dənə körpə uşaq ölüb, bir dənə anaları ölüb, cavan gəlin. Paytaxtın Qaradağ rayonu Rökbatan qəsəbəsi Qobupar yaşayış kompleksindəki binalardan birində gecə saatlarında yanğının baş verdiyi bildirilir. Hadisə səbəbindən ölənlərin və yaralıların olduğu deyilir. Mənzilin üstündə də mənim otağımdır. 8-ci mərtəbədə mən olam, 7-ci mərtəbədə də o. Yanğın oradan olmuşdu. Tüstü necə olur? Tüstü zəhərləyib. Ölən və yaralıların olduğu deyilir. Bəli, 2 dənə körpə uşaq ölüb, bir dənə anaları ölüb, cavan gəlin, bir dənə də yaşlı kişidir, o da 9-cu etajda. Hamısı zəhərlənmədən. Bəs yaralılar varmı başqa? Öz yoldaşımdır, o da zəhərlənib. Oğlumdan bu saat Semaşqadadılar. İndicə nə əlaqə saxladılar məndən, şükür Allaha, onlar ayrılıqdır. Ölənlərin oldu deyirsiniz də, onlar bir mənzillər, yoxsa necə? Yox, ayrı-ayrı mənzildə. Biri də bu 9-cu mərtəbədə açıq balkon var, 2 otaqlı. Oradadır o 2 uşaq, bir də anası. Sonra yaşlı kişi də o biri tərəfədir balkonu, 9-cu etajda. Yusuf dayı. Eşitdik, amma həmişə uşaqlar alır, nədir o partlayan var, bayramdaqdır. Elə bir şey nədir? Zırh paket deyir nədir? Onu hesab elədik. Mən o 3-cü binada olam. Bir də o biri üzr var. Ya bir ki, dəyişik salmışım, onun xəbərim olmayıb. Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 45 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.